Hörmətli tamaşaçılar, sizi Azərbaycan Milli İncəsənət Muzeyinin Danışır Muzey yeni buraxılışında salamlayırıq. Bugün biz Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, dəzgah rəngkarlığının banisi Mirzə Qədim İravani haqqında danışacağıq. Bildiyiniz kimi 2025-ci ildə Cənab Prezident İlham Əliyev böyük sənətkarın 200 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzaladı və bu sərəncamın əsasında bir sıra layihələr reallaşdırıldı Azərbaycanda və biz muzey kimi Mirzə Qədimin ən böyük kolleksiyasını qoruyub saxlayan bir muzey bu il ərzində çox maraqlı layihələri, sərgiləri keçirmişik. Məsələn, Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə bir sıra ölkələrdə bizim sərgilərimiz təşkil olunmuşdu və bu sərgilərdə Mirzə Qədim İravaninin irsini, onun əsərlərini biz ümumiyyətlə beynəlxalq səviyyədə ilk dəfə göstərmişik. Bu sərgilər Qırğızstanda, Tacikistanda, Viyana şəhərində keçirilmişdir. Həmçinin Ankarada ən iri muzeydə, Rəsm və Heykəl Muzeyində bizim böyük sərgimiz təşkil olundu və çox böyük maraqla qarşılandı. Amma əsas tədbirlər və əsas layihələr məhz Azərbaycan Milli İncəsənət Muzeyində baş verir və bu ilk növbədə Mirzə Qədim İravaninin 200 illik sənət salnaməsi adlı sərgi və çox mötəbər monoqrafiya buraxıldı Mirzə Qədim İravani zamanların qovşağında. Və bu haqda biz muzeyimizin elm və tədqiqat şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Telman İbrahimovla danışacağıq. Bu doğrudan da əlamətdar hadisədir. Çünki ilk dəfə olaraq Mirzə Qədimin bu qədər işləri bir yerə toplanıb və bu bir yerə toplanmağın əhəmiyyəti ilk növbədə Azərbaycan incəsənəti üçün, onu öyrənmək üçün əhəmiyyəti ondan ibarətdir ki, biz burada Mirzə Qədim İravaninin yaradıcılığının erkən dövrünü görürük, onun yüksəkliş dövrünü görürük və nəhayət son dövrünü də görə bilirik. Bu bir. İkincisi də ki, bu üç muzeyin demək kolleksiyasının burada iştirak eləməyi xüsusi əhəmiyyət verir buna. Niyə görə? Çünki Gürcüstanda olan o işi biz görə bilmirdik və onu Mirzə Qədimin işlərinin yanına qoyub bir yerdə baxa bilmirdik ki, bununla onun münasibəti necədir, inkişaf necədir burada. Odur ki, bu baxımdan əlbəttə ki, bu sərgi olduqca böyük əhəmiyyətə malikdir və ilk dəfə olaraq Mirzə Qədim İravaninin yaradıcılığı haqqında küllü halında bir təsəvvür yaradır bu sərgi. Onun əhəmiyyəti hesab edirəm ki, vaxtındadır. Bəli, tamamilə doğrudur. Bu sərgidə 33 əsər nümayiş olunur. Həm bizim kolleksiyamızdan, həm Gürcüstan Milli Muzeyi və Dövlət Ermitaj kolleksiyasından bir əsər isə digital formatında bu sərgidə nümayiş olunur və ümumilikdə belə bir hal ilk dəfə bu 200 il ərzində baş verir ki, onun bütün əsərləri yeni atribusiya əsasında bir məkan göstərilir. Ümumiyyətlə, Mirzə Qədim İravani necə insan olmuşdu? Bizim çox məhdud məlumatlar var onun haqqında, amma biz bilirik ki, o bir neçə dildə danışırdı, çox savadlı adam olmuşdu, ümumiyyətlə, Avropa təfəkkürlü adam olmuşdu, onun özünün kitabxanası da var idi və o karyerasını qurmuşdu, teleqrafçı kimi, amma eyni zamanda o bir rəssam kimi də püxtələşib və hətta dövlət səviyyəsində layihələrdə də o uğurla iştirak eləmişdi. Əlbəttə, bu əvvəl aydındır ki, Mirzə Qədim İravani xüsusi rəsm təhsili almayıb. Amma onu o fitri istedad, Allahdan verilmiş o istedad özünü gec-tez göstərib və gənc uşaqlıq vaxtından, hələ atasından götürdüyü şeyləri və yavaş-yavaş onun qonşuları, ətrafı gördülər ki, bunda istedad var və həmin deməli o istedadı görmək nəticəsində onu cəlb elədilər dövlət o İrəvan sərdarının bərpasına və o boyda işləri tapşırdılar ona eləməyə. Yəni o istedaddan irəli gəlir və buna belə deyək də, əlbəttə bu fitri istedaddır, yəni xüsusi təhsil
təhsil görməyən insandır, amma yavaş-yavaş tədricən bu sənət özü onu yüksəkliklərə qaldırmışdı. Adətən gimnaziyada və ümumiyyətlə o vaxtı dərnəklər də olurdu. Tiflis ümumiyyətlə o vaxtı belə inkişaf eləmiş bir yer idi və ona görə də bir çoxları o ilkin təhsili orada alırdılar. Və o dövrün deməli təhsilində sözsüz ki, rəsm dərsi də var idi. Müəyyən bəyanat da var. Amma bu verilirdi belə həvəskar səviyyəsində. Mirzə Qədimin istəkləri, belə deyək də, o həvəskar səviyyəsindən qat-qat yüksək idi. Ona görə onu gətirdi, çıxartdı bax bu səviyyə. Maraqlıdır və ümumiyyətlə biz onun həyatından da danışanda yenə də müxtəlif yazılı mənbələrə biz müraciət edirik. Çox məhdud məlumatlar alırıq. Yəni ilk onun haqqında 1940-cı ildə bir tədqiqatçı Orucəli Hüseynov öz məqaləsində yəni ki çap eləmişdi. Bu jurnal Revolyusiya и Kultura adlı jurnalda onun məqaləsi çıxmışdı. Sonra da 1947-ci ildə sənətşünas Natalya Miklaşevska öz elmi dissertasiyasında Mirzə Qədimin yaradıcılığına da bir neçə yəni ki səhifə həsr eləyib ona, əlbəttə. Həsr eləyib. İşləyib özdə, Ermitajda işləyib, Gürcüstanda işləyib. Bəli, və ona görə də ancaq demək olar ki, bu mənbələrə biz istinad edə bilərik. Başqası yoxdur. Eyni zamanda da Miklaşevska bu əsəri işləyəndə o Mirzə Qədimin varisləri ilə, yəni onun qohumları ilə birbaşa işləyirdi, onlarla görüşürdü və sağ olanlar var idi. Bəli, çox maraqlı Qədimbəyovlardan, yəni çox maraqlı faktlar məhz Mirzə Qədimin oğlunun həyat yoldaşı Fatimə xanımdan o almışdı və onu da qeyd eləmək lazımdır ki, bizim muzeyimizdə bir çox onun əsərləri məhz Fatimə xanımdan əldə olunmuşdu. Mən soruşmaq istəyərdim, ümumiyyətlə Sovet dövründə bu muzeydə Mirzə Qədimin əsərləri daimi ekspozisiyada yer alırdımı? Hansısa bir mühazirələr və ya xüsusi sərgilər, ümumiyyətlə onun yaradıcılığı, onun irsi təbliğ olunurdumu? Bilirsiniz vəziyyət necədir? Əlbəttə Mirzə Qədim Miklaşevskayanın tədqiqatından sonra məlum idi bizə. Amma o yenə də hələ Sovet dövründə yarım əfsanəvi bir rəssam kimi təsəvvür edirdilər onu. Çünki onun həyat haqqında o qədər məlumat yox idi, geniş. Yəni onu real yox kimi, yarı əfsanəvi az qala bir şəxsiyyət kimi təsəvvür edirdilər. Və ona görə də o yarı əfsanəvi təsəvvür elədiklərinə görə onu, o Azərbaycan incəsənətində öz yerini tutmamışdı. Öz yerini tutmadığına görə Azərbaycan incəsənətinin inkişafında, tarixində, ona görə də onun muzey ekspozisiyasında və ümumiyyətlə onun yaradıcılığının təbliğində də bu özünü göstərirdi. Yəni onu belə geniş təbliğ eləmirdilər, tərənnüm eləmirdilər. Ona görə ki, onun yaradıcılığının əhəmiyyətini kifayət qədər dərk olunmamışdı. Buna bir təsir eləyən digər bir fakt da var idi. Çünki o Miklaşevska öz tədqiqatında belə bir söz işlətmişdi ki, onun yaradıcılığında köhnə konservativ şeylər də var və progressiv də var. Və bu bir balaca belə çəkindirirdi ki, bax belə onu belə təbliğ eləmək müasir artıq Sovet dövründə. Və üstünlüyü verirdilər daha çox sıf realist üslubda işləyən rəssamları verirdilər. Ona görə Mirzə Qədim biraz kölgədə qalmışdı. Bəs onun hansısa bir əsərləri sərgilənirdirmi? Yəni ki, onun 2 dənə əsəri sərgilənirdi. Biri deməli Vəcihullah Mirzədir, bir də ki oturmuş qız xanım. Üçüncü bir dənə də əsəri deməli Mahtələt. Bu 3 əsərdən başqa demək olar ki, nə Azərbaycan, nə digər qonaqlar biz Mirzə Qədimin başqa əsərlərini görmürdük. Yəni ona görə də bu çox maraqlıdır ki, ilk dəfə elə bizim fondlarımızdan bir çoxunun əsərləri, hətta trafaretləri də işıq üzü görür, deyilmi? Yəni ki, bu bilirsiniz, bu trafareti və görürsünüz, bunlar görünə qədər Mirzə Qədimin yaradıcılığı haqqında əlavə belə deyək də cizgiləri açırlar onun yaradıcılığında. Amma Sovet dövründə niyəsə hesab olunurdu ki, onlar o qədər əhəmiyyətli deyil. Onlar onun yaradıcılığına heç nə vermir, onun haqqında heç nə söyləmir. O trafaretləri ümumiyyətlə heç ortaya çıxaran yox idi. Çünki o belə tamamlanmış böyük əsər deyil ona görə.
Bəli. Amma onların əhəmiyyəti tamamilə başqadır. Çünki o onun yaradıcılığının, o birisi də dekorativ yaradıcılığını göstərir. Məhz bu baxımdan ümumiyyətlə biz Mirzə Qədimin yəni yaradıcılığından danışarkən deyirik ki, bu Qacar dövrüdür, Qacar üslubunda yaradılmış əsərlərdir, onların bir çoxusu. Amma eyni zamanda biz artıq orada realizmin də bir meyarlarını görə bilirik və məhz Gürcüstanda saxlanılan bu portretlərdən danışarkən biz deyirik ki, bu artıq dekorativ Qacar üslubundan realizmə keçid belə yolunu göstərən bir əsərlərdir. Ona görə onlar çox vacibdir Mirzə Qədimin yaradıcılığında. Biz ümumi bizim təsviri sənətimiz üçün onlar çox vacibdir. Hal-hazırda da bildiyimiz kimi o saray ümumiyyətlə yoxdur, məhv olunub və onlar da məhv olunması vəziyyətdə olmuşlar və neçə illərdir Gürcüstan muzeyinin fondlarında saxlanılırdı. Heç bir araşdırma aparılmırdı onların haqqında, onlar sərgilənmirdi, onların vəziyyəti də çox bərbad vəziyyətdə olmuşdu. Ona görə yəni bu çox vacib bir məsələdir. Həm onun yaradıcılığında, həm də ümumi bizim təsviri sənətimizin tarixində və mən bizim kitabımıza qayıtmaq istəyirəm. Yəni muzey tərəfindən dərc olunan kitabında biz ilk dəfə olaraq bu sarayın portretləri haqqında çox geniş məqalə vermişik və yeni atribusiyalar orada öz əksini tapır. Dəqiqləşmələr və bu o portretlərin kimliyi və hansı konsepsiya əsasında bu cür sarayda onlar asılmışdı. Yəni ki, bunlar haqqında demək olar ki, yeni elmi tədqiqatlar bu kitabda öz əksini tapır. Çox istərdim ki, siz bu haqqda danışasınız. Bu Şirin xanım, bu yəqin ki, bu onunla bağlıdır ki, düz dediniz siz. Gürcüstanda olanda bunlar o gürcüləri maraqlandırmırdı bu əsərlər ki, onlar tədqiq eləsinlər, kim təsvir olunub burada, harda yerləşirdi sarayda, tamamilə maraqlandırmırdı onları. Ona görə, yəni bu bizim öhdəmizə düşdü, biz bunu eləməliydik və elədik də şükür Allaha. Bu onların kimlərin olmasına bizə bəzi hallarda kömək elədi. Onların altında fars dilində əlifbası ilə yazılıb kimlərdə olar. Yəni onları biz oxuya bildik təmizlənəndən sonra olar. Axı bizim Bərpaçıoğlu'nun üstündə nə qədər işlədik, təmizlədik. Ondan sonra çıxdı ki, onun altında heç demə yazılar var və müəyyən eləyə bildik ki, kimlər burada təsvir olunublar. Və ona görə də bu atribusiya məsələsində əlbəttə ki, olduqca çox yeni bir məlumatlar çıxdı, hansılar ki, bu vaxta kimi deməli məlum deyillər. Mən iki kəlmə də demək istəyirəm Şirin xanım bu üslub haqqında. Mən elə bilirəm ki, biz əlbəttə ki, hələ nöqtə qoymuruq Mirzə Qədim İrəvaninin üslubu. Mən elə bilirəm hələ tədqiq olunmalıdır onun üslubu. Amma bir şey deyim, bu başdan deyim. Çünki çox adamı çaşdırır bu. Mirzə Qədimin yaradıcılığında biz bir tərəfdən düz deyirsiniz, Avropa tipli, yəni müasir öz dövrü üçün Avropa tipli realist təmayülü görürük. Amma onun sarayda olan əsərləri baxanda biz orada Qacar üslubunu görürük. Amma mən bir şey biz yaddan çıxarırıq ki, o əsərləri Mirzə Qədim özü sıfırdan yaratmayıb, o onları bərpa eləyib. Yəni ki, o Qacar üslubu o əsərlərin özündə var idi artıq və ona görə də o üsulu məhv eləyə bilməzdi, o üsulu saxlamalı idi. Ona görə də biz onun yaradıcılığında belə görürük ki, həm Qacarın üslubu var, həm də ki, müasir Avropa tipli üslub əlbəttə ki, onu yaradır. Amma onun naturadan çəkdiyi, bilavasitə öz həmdövr qəhrəmanlarının çəkdiklərinin hamısında tam realistik üslub açıq-aydın nəzərə çarpır. Mən yenə də o saray obrazlarına qayıtmaq istəyərdim. Bir qədər siz onlardan da danışa bilərdinizmi? Sərdar sarayında olanlar. Biz Sərdar sarayında olan deməli obrazlar, indi bu sarayın fotoları qalıb. Yəqin ki, bilirsiniz ki, Yermakovun fotoları qalıb və o fotolara baxanda görürsən ki, heç demə bu indiyə kimi qaldığından qat-qat çox olub elə təsvirlər. Sadəcə bizə gəlib çatıb, az hissəsi var. Amma bu bizə gəlib çatanlar da bizə imkan verir ki, belə bir fikir irəli sürək ki, nə üçün Sərdar sarayında birdən-birə Şahnamənin qəhrəmanlarının obrazları, Rüstəm, Söhrab və s. obrazları var orada. İş ondadır ki, həmin deməli bu təsvirlər yaradılan vaxtı Sərdar sarayında Rus-İran müharibələri gedirdi. Və bu Rus-İran müharibələri getdiyinə görə Şahnamənin qəhrəmanları bir növ belə prototip kimi deməli sarayda nümayiş olunurdular ki, bu bizim tariximizdir, bu bizim qəhrəmanlarımızdır və s. Və bir növ belə deyək də, həmin o müharibə kontekstində, yəni bizim
əfsanəvi keçmişimizlə müqayisə olunurdu. Ona görə o personajlar ora real Qacar hökmdarı ilə bərabər əfsanəvi qəhrəmanların da təsvirləri yer tutur. Gərşasp təsvir olunur. Gərşasp, Rüstəm, Söhrab və s. Yəni Qacar sülaləsinin nümayəndələri, şahları, deyilmi? Ən əsası odur ki, onlar vətəni xilas edənlər idilər. Çünki Şahnamədə onlar vətənini xilas edirlər və onlar da bu sarayda da onlar məhz belə vətənin xilaskarları kimi Qacar hökmdarlarının yanında təsvir olunublar. Xilaskarlardan danışarkən mən demək istəyirdim ki, həqiqi mənada bu portretlər Azərbaycanda xilas olundu. Bu böyük bir layihə olmuşdu. Heydər Əliyev Fondu tərəfindən 2015-ci ildə bu layihə başladı və bu əsərlər Azərbaycana gəldi. Bizim muzeyimizdə Natiq Səfərov, yəni ki, əməkdar rəssam, bizim görkəmli bərpaçımız və bu emalatxanada demək olar ki, yarı tam şəkildə itirilmiş təsvirlər bərpa olundu və hal-hazırda biz bu sərgidə onları görürük çox möhtəşəm şəkildə. Amma onlar öncə Gözəl Sərdar Sarayının sərgisində məhz Heydər Əliyev mərkəzində ilk dəfə o zaman göstərilmişdi. Bu dəfə ikinci dəfə onlar Bakıya səyahət edirlər və bu yanvar ayının sonuna qədər onlar bizdə qonaq qismində bu muzeydə sərgilənir və həqiqi mənada ikinci həyat onlara məhz 21-ci əsrdə verilib və bu da Mirzə Qədim İrəvaninin həm yaradıcılığına, həm onun üslub manerasının formalaşmasında bizim üçün çox böyük bir, necə deyim, töhfədir. Biz həqiqi mənada onun haqqında bu portretlər əsasında danışa bilirik. Şirxan, bu o portretlərin bura gəlməsinin doğrudan da əhəmiyyəti böyükdür. Bilirsiniz niyə görə? Çünki bizdə Mirzə Qədim İrəvaninin yaradıcılığında onun realistik yaradıcılığı ilə həmin o Qacarlar üslubunun arasında elə bir ki, bir bənd çatışmırdı və o bənd şüşənin üstündə olan təsvirlərdədir. Əgər onlara diqqətlə baxsanız, onlar Qacarlarla realistikin ortasındadırlar. Biz o Gürcüstandan gələn əsərlər öz yerini tutandan sonra başa düşdük ki, bunlar öz yerini tutdular bunların hamısı. Yəni ehtiyac var idi onları bura gətirməyə. Bəli, ümumiyyətlə siz artıq bunu da söylədiniz ki, bütün əsərlər eyni zalda, eyni məkanda göstəriləndə artıq bu onun yaradıcılığın təkəmmülü də çox gözəl izlənilir və təsəvvür, bəli, gözəl bir təsəvvür yaradır. Sərgidən danışarkən demək istəyirəm ki, bəli, biz burada bizim tarix əsərlərimizi nümayiş etdiririk. Amma biz bu sərgidə yeni muzey, yəni ki, dünya muzey praktikasından da istifadə edərkən müxtəlif demək olar ki, vasitələrdən istifadə edirik ki, həm bu əsərləri daha yaxşı hiss eləmək olsun və həm ümumiyyətlə sərgi haqqında daha geniş və daha dərin hisslər yaransın. İlk dəfə biz burada artırılmış reallıqdan istifadə edirik və məsələn QR kodla keçiddə biz bu Sərdar Sarayının əsərlərinə, portretlərə baxanda biz telefonda onların bərpadan öncə vəziyyətini görürük və artıq dərhal biz görə bilirik bunlar hansı vəziyyətdə olmuşdu. Sonra bəzi personajlar, ən tanınmış personajlar Maxtələt, məsələn Abbas Mirzə və digərləri sanki öz həyatı haqqında bizə bəhs edirlər, danışırlar. Mən Fətəli Şah, Qacarlar xanədanının qüdrətini simvolizə edən hökmdaram. Uzun saqqalım, kəyani tacım və zinətli silahım mənim hakimiyyətimi və yenilməz gücümü ifadə edir. Bir də onun çox gözəl əsərləri Gül və Bülbül janrındadır və bizdə ayrı bir otaq da ayrılıb. Orada həm siz o qızıl gülün ətrini də hiss edə bilərsiniz, həm də bülbülün o mahnılarını da eşidə bilərsiniz. Bəlkə biraz o gözəl motivdən də biz danışaq. Yeni texnologiyalar və s. yəni dünya muzeylərinin praktikasından olan o mütərəqqi tendensiyalar, onların doğrudan da böyük əhəmiyyəti var.
İlk növbədə nə üçün? Çünki əgər onlar olmasaydı o QR kod vasitəsilə deyək ki, fotonun köhnə fotolara girməsəydik, onlar bir növ belə deyək də o tarixi mühitdən ayrılmış olurdu. Mirzə Qədiminlə. Amma onunla biz Mirzə Qədimin yaradıcılığını o mühitə oturduruq və tamaşaçıya imkan veririk o mühitdən baxsın bu əsərlərə. Ona görə də bu çox progressiv bir şeydir. O ki qaldı deməli Gül və Bülbül, əlbəttə ki, Gül və Bülbül janrı ümumiyyətlə Şərqin çox qədim janrlarından biridir və təsəvvüflə bağlı olan bir şeydir. İlahi məhəbbətlə bağlı olan bir şeydir. Çünki deyir ki, Gül sevir Bülbülü, Bülbül də sevir deməli Gülü. Amma onlar heç vaxt bir-birinə qovuşa bilməyəcəklər. Yəni bu nakam məhəbbət simvoludur, sonsuz məhəbbət simvoludur. Və o rəssamlar hansılar ki, bu janra müraciət edirlər, onların özləri daxilən sufi düşüncəsinə, sufi dəyərlərinə malik olan şəxsiyyətlərdir. Bu da Mirzə Qədim İrəvaninin çox maraqlı bir yaradıcılığının və həyatının dünya çox maraqlı tərəfini açır bizim üçün. Və o cümlədən Mirzə Qədimin o xəttatlıq yaradıcılığı da var. Harada ki, o xəttatlıq vasitəsilə Gül və Bülbül janrının xəttatlıq əsəri üsulu ilə yaradır orada. Bəli, bu çox maraqlı bir əsərdir. Onu da qeyd edeyim ki, məhz bu zalda bizdə bu janrda olan yeni bir onun adı ilə atribusiya olunmuş əsər Gürcüstan Muzeyində qorunub saxlanılır və ilk dəfə həm bizim kitabımızda o nəşr olunub, həm də bu sərgidə nümayiş olunur. Və ümumiyyətlə həqiqi mənada çox maraqlı bir sərgidir və tarixi bir sərgidir. Əl çatan sərgidir. Burada həmçinin bizdə görmə qabiliyyəti məhdud olan insanlar üçün də vasitələr var, relyeflər var və Braille əlifbası ilə məlumatlar var Mirzə Qədim haqqında. Və odur ki, muzey belə bir məkandır, həm tariximizi qoruyan bir məkan, həm yazan, araşdıran və əl çatan edən və muzeyin ümumiyyətlə həyatı çox maraqlıdır və bizi yeni layihələr gözləyir gələcəkdə və bu da Mirzə Qədim İrəvaninin yaradıcılığında böyük əhəmiyyətə malik olan bir layihələrdir. Odur ki, bütün tamaşaçıları biz bu sərgi ilə canlı tanış olmağa bizim muzeyimizə dəvət edirik. Ünvan Azərbaycan Milli İncəsənət Muzeyi.